Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Deməli, hal-hazırda gördüyünüz avtomobil Kia Sorento'dur. 2.4 mühərrik, turbin. Videoda görəcəyiniz avtomobil. Deməli, mən bir şey başa düşə bilmirəm ki, insanlar niyə görə nəyisə yoxlamadan həmin şey haqqında qərar verirlər. Mən onu bir dərk eləyib, mən bir axıra çıxa bilmirəm də. Deməli, insan benzin bakın qapağını dəyişib, yaxşı eləyib, indi dəyişdiriblər. Ucuz deyil, Azərbaycanda benzin bakın qapağı 100 manatdır. Sonra deyiblər ki, problem evap klapanındadır. Tamam. Evap klapanında şey eliblər, dəyişiblər. Onu da bir 90 manat, 80 manat. Bu da getdi, düzəlmir. Bəs bunun yoxlama metodikası var, yoxlama yolu var, tərzi var da. Bunu nətərsə yoxlamaq lazımdır ki, yəni biləsən ki, bu işləyir, işləmir və yaxud nəsə. Nəysə, baxın videoda görəcəksiniz nasazlıq hardadır, nasazlıq necədir. Deməli, Sorento'dur, 2.4 turbo dizel. Deməli, evapdan şikayətçi idi, Evaporative Emission Control System. Burada indi mən avtomobil sahibinə vəziyyətin nə yerdə olduğunu izah eləməkdən ötürü bir dənə sxem çəkmişdim. Yəni, məlum məsələdir ki, bilirsiniz ki, evap sistemi nədən ibarətdir. Yenə bilməyənlərdən ötürü də təkrarlayıram. Mühərrikin üstündə ölçü sensoru, klapanın yolu, adsorber çəninin çıxışı, adsorber çəninin yanacaq çəninə birləşən yeri, qarlavinanın qapağı, bir də ki, çənin üstündə olan sensor. Çənin üstündə olan sensor, mühərrikin idarəetmə blokunda olan sensorla, daha doğrusu mühərrikin üzərində olan sensorla vəziyyət bərabərləşəndə çənin içindəki təzyiqin aşırı vəziyyətdə olduğunu deyir və adsorber çənindən toplanmış benzin parlarını mühərriki daşımağa klapana komanda verilir. Bu komandanın mühərrikin idarəetmə bloku verir. Vəssalam. Bu qısa belə evapın təkrarı. İndi isə gələk bu avtomobilimizə. Bu avtomobilimizdə gördüyünüz kod müntəzəm çıxırmış. Bir ildir bu maşınla həşir nəşirdir cəmaət. Ona görə də axır ki, avtomobil gəldi, çıxdı mənim yanıma. Sahibi də yanımdadır. İndi sizə izah edəcəm vəziyyət nətər. Deməli, bunlar nə ediblər? Birinci növbədə benzin çəninin qapağını dəyişiblər. Düz eləyiblər. Yəni, hesab eləyiblər ki, oradan tüstü, daha doğrusu parlar çölə atır. Düz eləyiblər, dəyişiblər. Sonra evap klapanını dəyişiblər. Burada məndə evap klapanları buradadır. Deməli, evap klapanını dəyişib. Bu köhnəsidir, bu da təzə alınandır. Amma bu köhnəsini də yoxlayıram, bu da işləyir, Heç bir problem yoxdur. İndi mən evap klapanını çıxartmışam, yerinə ştucer qoymuşam, görürsünüz. Ştucer deyəndə bolt. Və beləliklə qərara gəldim ki, bu avtomobili, ruslar demirsən, kaknadır, dabivać, öldürmək lazımdır. Yəni, dibinə qədər getmək lazımdır ki, yəni bu sistemin içində nə xarab ola bilər ki, bizi yorsun da. Və beləliklə, öz əlimlə düzəltdiyim tüstü generatorunu maşına qoşuram və tüstü verirəm və biz aşkarlayırıq ki, bu yolda hardasa problem var. Burada olan qoruyucunu açıram və qoruyucunu açanda belə bir mənzərə ilə rastlaşıram ki, ya indi avtomobili avtokar götürəndə, nə bilim, nə olanda çirklidir, görürsünüz, təzə qırılıb. Bunu buradan belənçi qopardıb. Sağ olsun. Allah canını sağ eləsin. Qopardıb və avtomobil sahibi bir ildir zülümdədir. Və avtomobildə benzin sərfiyyatı artıb və yürüyüşündə də arada bir səhərlər yerləmə olur. Belənçi. İndi çalışacağıq ki, bunu təmir eləyək. Təmir eləyəndən sonra da vəziyyəti göstərəcəm. Çalışacağıq ki, yığaq yerinə ki, problem olmasın. Baxaq görək bunun haqqında nə fikirləşə bilirik. Bu ştucer buradan belənçi çıxıb, belə qırılıb çıxıb. Əslində qırılmayıb, belə çıxan fasondur. İndi baxaram, görüm nə məsələdir. Cəmaət, növbəti avtomobilimiz Hyundai Sonatadır, qazladır. Deməli, avtomobildə yolda arada bir dartınma olur. Adama elə gəlir ki, alışdırma şamları təzədir, təp-təzədir. Yəni, həqiqətən də açıb baxanda elə bilirsən ki, təp-təzədir. Amma daha diqqətlə baxanda
Adam görür ki, yox, şamlar həqiqətən də yaşadığın yaşayıb. Yəni artıq 45 minin üstü qədər gedib və demək olar ki, elektrodlar öz ömrünü bitiriblər. Yəni, izolyatorun da işində problemi görürsən. Yəni fiziki cəhətdən baxıb görürsən, amma şamın böyrü başı tərtəmizdir. Yəni, buna da barəsində də bir-iki kəlmə söz demək istəyirəm mən. Deməli, cəmaət, Hyundai Sonatadır, LPG, qazla işləyən mühərrikdir, yəni zavod, gördüyünüz kimi. Nəyi demək istəyirəm? Bu, qazla sürən sürücülərə demək istəyirəm, qazla avtomobilini idarə edən sürücülərə demək istəyirəm. Deməli, alışdırma şamlarını çıxartmışam, görürsünüz, ağappaq alışdırma şamları var, təptəzədir. Halbuki bu alışdırma şamları 40 mindən çox gedib. 40 mindən çox gedib. Yəni, bu o demək deyil ki, bu alışdırma şamları işləyir. Niyə? Çünki qazın hər hansı bir alışdırma şamını qaraltmaq, ağartmaq, bozartmaq şansı yoxdur. Amma pişirmək şansı var. Baxın. Bax, yaxınlaşdırıram. Bax, görürsünüz, bax. Elektrod pişib. Görürsünüz. İzolyatora bax. Bilməm nə dərəcədə göstərə biləcəm. Çalışacağım ki, göstərim. Bax, görürsünüz. Ortadakı elektrod da pişib. Artıq əyilib böyründən bir dənə də elektrod çıxır. Görürsünüz. Amma halbuki alışdırma şamı, görürsünüz, təptəzədir elə bil. Elə bil bu dəqiqə bağlamısan maşının üstünə. Elə deyil. Ona görə qazla sürən sürücülər əgər avtomobillərinin klapanlarında əlavə problem istəmirlərsə, dəmir söhbətində də belə deyim, mühərrikdə. Bu alışdırma şamlarını bir balaca tez-tez dəyişməlidir. 40 min vaxtıdır. 40 min iridiumun, belə deyək də, qaz üçün demək olar ki, vaxtıdır. Amma reqlament deyir ki, iridium sürülə bilər 87 min kilometr. 87 min, 92 min kilometr arası. Hətta Toyota'nın belə bir, Toyota Corolla Cross'dur səhv eləmirəmsə, yoxsa Lexus RX 300'lərdə 97 min kilometrə qədər zəmanət verir. Range Rover öz sveçalarına, öz alışdırma şamlarına 112 min kilometr zəmanət verir. Amma halbuki onu artıq 40 mində açırsan, bundan da püskündədir. Amma deyir ki, 112 min sürün. Ona görə də bu söhbətlərdə bir balaca diqqətli olun, yolda qalmayın. Deməli, cəmaət, növbəti avtomobilimiz Forddur. Ford Fusion'dur. 1.5 mühərrik, turbin. Maşın mənim yanıma gəlib ki, qardaş, bu maşın yəni əməlli başlı yəni danışır da adamla mühərrik. Qardaşın öz dediyinə görə, avtomobil sahibinin dediyinə görə, yəni çox ustalar baxıblar, həddindən artıq. Yəni Fordlara baxan adamlardan tutmuş, nə bilim nələr. Nəysə o şimdi təmin eləmək istəyiblər, nə etmək istəyiblər, alınmayıb da, yəni mümkün deyil. Sadəcə diaqnoz qoymaq lazımdır ki, yəni maşının nəyə xarabdır. Deməli, avtomobilin hər hansı bir səbəbdən hər hansı bir çek çıxartması vacibat buyurulmur da, elə deyil. Yəni o vacib deyil ki, o hər hansı bir çek çıxartsın. Vakum metri qoşuram avtomobilə, avtomobil sahibinin yanında və biz ikimiz də gözümüzlə müşahidə edirik ki, bu gecikmədədir. Alışma bucağı gecikmədədir və skanerdə də açıram, onu göstərirəm. İndi çox təəssüf olsun ki, mən həmin anı çəkməmişəm. Amma ondan sonraki anı çəkmişəm. Vakum metrin normal işini göstərirəm. Avtomobil sahibi də yanımdadır. Və ondan sonra da siz mühərrikin işinin səsinə qulaq asa bilərsiniz. Deməli, bu Sorentonu düzəltdim. Onun adsorberini yığdım, qoydum yerinə. Onun çəni partlamışdı böyrdən, sizə göstərdim də. Yəni, şlang onun böyründən çıxmışdı, düşmüşdü yerə. Onu bağladım, düzəltdim, sürdülər, elədilər. Heç bir problem yoxdur, yəni hər şey qaydasındadır. İndi saxlamışam bir balaca da böyrünə germetik falan vurmuşam ki, düzəlsin. İndi gələk bu Forda. Deməli, dünən idi, yaxınlaşmışdı. Hə, dünən idi bu maşın yaxınlaşmışdı mənə. Maşın içində kəskin axsama var idi. Mənim heç xoşuma gəlmədi. Yəni qardaşın özünə dedim ki, qardaş, bu belə olmaz. Bu düz işləmir bu motor. Heç nə fikirləşmədən, yəni ümumiyyətlə ağlıma heç nə gəlmədi, düzün deyim də. Ağlıma heç nə gəlmədi deyəndə ki, maşın belə işləyəndə mənim ağlıma bir dənə şey gəlir ki, burada nəsə, yəni vəziyyət yaxşı deyil. Bu tərəfdə qaz paylayıcı var tərəfdə.
İndi həmin işi çox təəssüf olsun ki, çəkmədim. Çox təəssüf olsun. Maşına diaqnoz qoyanda çəkmədim. Amma qardaş özü yanımdadır, eşidir məni. Yəni burada yalan falan yoxdur. Sizə nədən danışmaq istəyirəm? Deməli, dünənlər mən bu maşına vakuummetrlə qoşuldum. Və baxdım, gördüm ki, late injection timing verir. Yəni alışmada gecikmə verir. Və beləliklə diaqnostika alətində alışma bucağına baxdım. Alışma bucağı çox gerilərdə qalmışdı, çox gerilərdə. Və qərar qəbul elədim ki, nəticə qaz paylayıcı mexanizmində problem var. Yəni bura baxmaq lazımdır. Motoristlər də qardaşa deyiblər ki, yox, problem yoxdur, filan beş mekan vanusları təmizləmişik, qoymuşuq zada mən. Nəysə dedim ki, açılmalıdır, açıb baxmaq lazımdır. Deməli, bu günləri açdırıb, deyir ki, tirsəkli valın şkifi yoxsa özü? Özü, şkifi də üstünə ki, şkifi 1-2-3 dərəcə indi mən dəqiq deyə bilmərəm, yəni yerindən qaçıbmış. Və ona görə də məndə alışma bucağının gecikməsi kimi müşahidə olunurdu. Amma avtomobil o qədər axmaq bir xüsusiyyətə malikdir ki, özü bunu yaxalamırdı. Çox maraqlıdır ki, yəni nə dirsəkli valın sensoru, nə qaz paylayıcı valın sensoru heç biri bu belə deyək də bu mövzudan şikayətçi olmurdu. İndi isə avtomobil təmir olunub artıq, hər şey yerinə qoyulub və indi mən istəyirəm ki, biz bunu işə salaq və işinə baxaq. Baxın. Düzdür, gec yığır vakuum, amma yığır. Kondisioneri qoşuldu. Kondisioneri söndür, zəhmət olur. Baxın. Hoppa. Gördünüz? Normal motor. Dünənləri qardaşın özünə də göstərmişdim. Late timingdəydi, injection timingdədir. Alışma boşluğu, daha doğrusu alışmanın gecikməsindəydi. İndi normal motordadır. Düzdür, ideal deyil. Amma bu vakuum məni qane eləyir. Yəni bu mühərrik hələ də işləyəcək. Ona görə mühərriki hələ ki sökməyə, əl vurmağa ehtiyac yoxdur. Belə. Hərdən birdən belə də olur. Yəni ustayıq da, hərdən birdən belə də olur. Dev vintli yandı, vakuum tarazlandı. Yolda qalmayın kişilər. Növbəti avtomobilimiz BMW-dir. Bayğışın Motorum Works. BMW-dir, 46 gövdə. Avtomobilin mühərrikində aşırı titrəmə var. Yastıqları filan dəyişiblər. Bir də benzini həddindən artıq çox yeyir. Həddindən artıq. Kodları görürsünüz. Yəni sadə testləri də sizə avtomobilin təmir prosesi zamanı, daha doğrusu diaqnostika prosesi zamanı göstərəcəm və görəcəksiniz. BMW-dir. En qorxucusu da motor. Deyəcəm. 1.9 avtomat. Yəni kodları görürsünüz ekranda. Ləm də burada yerləşir. Deməli, ləmdən ştekerini çıxardım da. Deməli, ştekeri çıxartdım. Maşın da drajeniya ilə işləyir, belə vibrasiya ilə işləyir. Burada məndə siqnal, massa. Onu bir yerə yerləşdirə bilsəydim, çəkərdim, gözləyim dəqiqə. Özü bu tərəfə yerləşdirdim beləcə. Deməli, ölçək bütün görək hər şey var, yoxsa yoxdur. Deməli, plus var. Plus var. Görürsünüz. Masa var. Signal. Signal anı. Maraqlı. Bu da signal.
Gördüğünüz gibi. Bırakın. Her şey var. İşləməsindən ötürü. Kabelim mənim də indikatoruma reaksiya verir. Yəni bu deməkdir ki, lambda dəyişilməlidir. Bunu heç bu başa düşdük. Və indi 3-cü silindirə baxaq. Görək onun kodu nədir. Deməli 3-cü silindirin qoşmuşam radyatnika. Hə, işə salın zəhmət. Deməli iskrası var. İskradan narahat deyiləm, amma görürsünüz iskra. İskra. Bu iskra var burada. Şimdi bu orta verir, gözlüyüm dəqiqə. Baxın havada və burada. Mən onu burada yaxalayanda o tərəfdə itir. Ən pis yeri burasıdır. Gör hara çəkirsiniz. Maşına da əməlli başlı vibrasiya verir. Bu köhnə dəmir babin, dəmir müştüklərini demək olar ki, çox elədir. Baba itdi. Baba iskran itirir. Gör hara kimi çəkir. Yarısı borta gedir iskran. Belə, bu müştükləri də dəyişir. Yolu qalmayın.